Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bu gün asan üsul ilə tez başa gələn, dadlı, faydalı, tam qatqısız pendir hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, o zaman ekrana yaxın əyləşin. İlk öncə nə edirəm? 5 litr südü qazana əlavə edirəm. Qeyd edim ki, süd rayon südüdür. Çox yağlı, dadlı süddür. Südümüzü bişməyə qoydum. Süd bişərkən, qaynayarkən içərisinə qatıq əlavə edəcəm. Bilmirəm siz bu formada etmisiniz ya yox. Bu formada həm asandır, həm tez başa gəlir, həm də ki faydalı bir pendir alınır. Artıq gördüyünüz kimi süd qaynayır. Qatığı içərisinə əlavə edəcəm. Mütləq ki, süd qaynamalıdır. Altını söndürmədən qatığı içərisinə əlavə edirəm. Qeyd edim ki, 5 litr südə 1 litr qatıq əlavə etmiş oluram. Marketlərdə satılan pendirlər hər kəs bilir ki, çiğ süddən hazırlanır. Çiğ süddən hazırlanan pendiri heç vaxt yeməyin, çünki çiğ südün tərkibində həm mikroblar qalır, həm də bəzən xəstəliklər olur. Ona görə də çalışın ki, pendiri özünüz hazırlayın və bu formada bişirib hazırlasanız daha yaxşı olur. Gördüyünüz kimi qatığı əlavə edəndən sonra sarı suyu çıxır. Buna diqqət edin. Sarı suyu mütləq ki çıxmalıdır. Üzərinə biraz duz əlavə etdim və 5 dəqiqədə qaynadıb götürürəm. Və bunu dəsmal üzərinə süzürəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Pendirimizi süzdüm. Əgər sizdə pendir süzmək üçün qablar varsa, onlara da süzə bilərsiniz, daha formalı olsun deyə. Görürsünüz, pendirin içindən çıxan suyudur. Və bunu balaca aş süzəndə qoyub, üzərinə ağır bir qab qoyacağım. Əgər sizdə daş varsa, daş qoya bilərsiniz. Mən 5 litrlik su qabını doldurub, bu formada üzərinə qoyub, bir gün saxlayıram. Artıq ikinci günümüzdür, su qabını götürdüm. Gördüyünüz kimi pendirin suyu təmiz çəkilib, bərkiyib. Və bunu kuloka qoyub, sizlər üçün tam dəqiq olsun deyə çəkisini də göstərəcəm. 5 litr süddən 800 qram pendir qalır. Və bunu istədiyiniz formada doğraya bilərsiniz. Mən də bu formada doğrayıram. Bu pendiri pəhriz saxlayanlar da yeyə bilər. Çox faydalı olar məncə. Çünki duzunu az əlavə edəcəm. Burada dadına baxıram. Çox dadlı bir pendir alınıb. Bankamızın içərisinə 2 qaşıq duz əlavə edib, pendirləri bankaya yığıram. Mən bugün bu resepti sizlərə göstərmək üçün 5 litr süddən istifadə etdim. Siz istəsəz bunu 10 litr, 15 litr də edə bilərsiniz. Pendiri bankaya yığdım və üzərinə pendirin altından çıxan suyu əlavə edirəm.
Üzərinə də bir qaşıq duz əlavə edib qapağını bağlayıram. Bəli, dəyərli izləyicilərimiz, gördüyünüz kimi çox faydalı, çox dadlı, asan üsul ilə hazır olan pendirimiz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun.